Sən heç gəlməmisən bura. Heç gəlməmişəm. Çünki qorxurdum, uşaqlıqdan təsəvvür edəmirdim. Nə olar mən həmişə qorxurdum. Da ki, elə bir şeyin olsa mən necə qala bilərəm onsuz, necə yaşayaram. Ayağına daş gəldi, belə ayağını öpürdüm. O boyda daşın altında yatıb. Ana rəhmətə gedəndə yasına gəldin sən, dəfn olunanda və ya yasına. O zamanlar da qardaşımı evə qoymurdu. Yəni həssas idim anamın üzünə. Deyirdi ki, evə gəlsə, anam da mənə demirdi, qoyulurdu. Mən də dedim, anam yəqin mənə istəmir. Yəni mən yazdım, istəyirmişim. Yenə də inana bilmirəm, mən heç nə satmım da, yəni yenə bilmirəm, yalandır da belə şeylər. Amma anamın da arzusuydu ki, maşın vurmuşdu onu. Öləndə də ki, o bizi ki, biləndik ki, mən uşaqlam onun yanında qalırdı. Balası Zəhraya ana deyirdi ona. Biz bir qalan mən öldüm, Zəhrə qaldı yetim. Axırın sözü olmuşdu. Yəni anamın arzusuydu ki, mən sağalmaq çox istəyirdi. Bunun üçün Allah qismət elədi ki, yəni təmiz gəlmişim o məzarın üstünə. Allah almağa bağışlasın, çox əziyyətlə vermişdim onu. Heç doymadım, böyle doyunca görə bildim. Yuxularıma da girdi, baxırlar. Həmişə mən istifadə nəsə eləyəndə görürdüm, əziyyət çəkirdi, bilirdim. Amma bu axırlar yuxularıma gəlirdi, üzü gülürdü. Çox əziyyətlər vermişəm onu. Bağışla mən, kaş ki vaxtında qulaq asardım. Kaş ki eləməzdim. Atamdan nəfəs almışam uşaqlığından. 11 yaşımdan da o böyüdüb məni. Saçımı da özü darıyırdı. Mən üçün bir yaşamış kimdir. Hər an edirəm, bu yanımda mənə kömək. İstəyirdim, çox istəyirdim, onun qəbrin üstünə gələ bilmirdim. Hər dəfə də ağlayırdım ki, anamın, atamın qəbrin üstünə gedim. Onun üçün sağ olsun, Elgiz müəllim ki, yəni o şəraiti mənim üçün yaratdı. Yəni bunun üçün burası sizin sayənizdə gəlib çıxdım, təşəkkürümü bildirirəm. Onlar indi atamla biraz dərdləşim, çünki danışmaq istəyirəm, bir sözlərim var, hansı ki, təklikdə olanda oturub danışırdım.